Adım Teymurdur və dənizçiyəm. Bugünkü videoda bəzi suallara cavablandırmaya çalışacağım. Ümid edirəm sizlər üçün xoş olar. Denizin ortasında, dört taraftan su ilə əhatə olunmuş bir yerdə gəmidə olduğunuzu təsəvvür edin. Bir limandan digər limana çatana qədər adamın lap bağrı çarpıyor. Lakin bizi düşündürən başqa bir sual var. Dəniz həqiqətən də mi qorxuludur? Dənizdən qorxmaq lazımdırmı və ya dəniz qorxuludurmu? Bu sualı çox insan verir. Bəli, hər kəs qorxur, hər bir dənizçi dənizdən, okeandan, sudan qorxur. Lakin qorxunu idarə etməyə bacarmaq lazımdır. Çünki qorxunu idarə etməsən, qorxusan idarə etməyə başlayacaq və bu da dənizçi üçün çox pis bir şeydir. Bəzi qaydalar var, dediyim kimi, dənizə xas, dənizə məxsus və bu qaydaları riayət etməlisən. Yəni dəniz sənə deyir ki, sən burada qonaqsan və qonaq olduğun üçün yerini bil. Əgər bilməsən, bu sənə ağır başa gələcək. Ən qorxduğum dənizlərdən birisi Şimal dənizi və Celtic dənizi olmuşdu. Hansı ki, ana mühərrikin stopa keçməsi, təhlükəli halın baş verməsi həmin dənizdə baş vermişdi. Bilməyənlər üçün belə deyim, Celtic və ya North Sea, yəni Şimal dənizi kinonlarda və ya filmlərdə gördüyünüz hansı ki, vikinglərin üzdüyü, qorxulu film səhnələri çəkildiyi dəniz məhz həmin dənizdir. Çox gözəl olmasına baxmayaraq, çox da təhlükəlidir. Türkiyə, İstanbul şəhəri, 26 oktyabr 2025-ci. Səhər saatlərdə havanın temperaturu müsbət 18 dərəcədir. Hazırda içində olduğumuz gəmi haqqında sizə bir qədər məlumat vermək istəyirəm. Belə ki, bu gəminin mühərrik gücü 5700 kW-dır ki, bu da mühərrikin kifayət qədər güclü olduğu deməkdir. 6 silinderdən ibarətdir. 2 zərbəli dəniz dizel mühərriki, həmçinin elektron idarə etmə sistemi var. Yanacaq olaraq HFO-dan istifadə olunur. Gəminin normal iş sürəti 13-14 knot, yəni təxminən saatda 24-26 km-dir. Bu barədə daha ətraflı isə Teymur danışır. Adətən belə bir sual verirlər ki, 100 km qaqaşına qədər yandırır. Normal maşın 100 km 7 litr, 8 litr, 6 litr, 10 litr deyə yandırırsa, bizim ana mühərrik 100 km aşağı yuxarı 14 ton, 13 ton yanacaq yandırır. Yəni biz qaz verəndə gəmi, okean sirkələnir. Belə. Verdiyim bu istatistika biraz sizi şok edə bilər. Yəni ana mühərrikin, baş mühərrikin bu qədər yanacaq sərfiyyatının olması, amma gəmidə, dənizdə belə bir qanun var ki, güclü olmayan gəmi heç vaxt üzə bilməz. Və biz böyük okeanları, Atlantik okeanı, Sakit okeanı və Şimal dənizi, Celtic dənizi və bir çox okeanlar və dənizləri keçirik və bu gəminin mühərriki bir dənə olduğu üçün, yəni insanın qəlbi, ürəyi necə bir dənədirsə, gəmidə də mühərrik bir dənədir və biz onu bacardığımız qədər mühafizə etməli, qulluq etməli və baxımlarını vaxtı-vaxtında etməliyik. Bu sadəcə dənizin qanunudur və qanun belədir ki, güclü olmayan üzmür. Yəni gəminin ana mühərriki əgər dayanarsa, gəmi okeanda və ya dənizdədirsə, suyun ağuşuna düşür və su onu demək olar ki, paramparça edir və ya batırır. Bundan əvvəlki kontraktında bu baş vermişdi. Gəminin ana mühərriki stop olur, yəni stopa keçir, dayanmışdı və gəmi həddindən artıq şiddətli şəkildə çox təhlükəli bir vəziyyətdə okeanda qalmışdıq. Sadəcə vəziyyətdən çıxara bildik və şükürlər olsun ki, bugün sağ salamat. Bəli, bu o deməkdir ki, biz başladığımız yerə geri dönürük. Gəmidə üzmək təhlükəlidirmi? Artıq hər kəs bilir ki,
İnsanın üzmə qabiliyyəti olduğu qədər də dənizin boğma qabiliyyəti var. Mən Ayxan Novruzov və həmkarım Teymur Əliyev İstanbuldan xüsusi olaraq sizlər üçün hazırladığımız videoya baxırdınız.